Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişaf Agentliyi yeni nəsil, yenilənmiş dizayna malik elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb. Agentliyin məlumatına görə yeni şəxsiyyət vəsiqələrinin təhlükəsizlik səviyyəsi müasir qoruyucu elementlər hesabına daha da gücləndirilib və onlar ən son beynəlxalq standartlara tam uyğundur. Dizaynı isə milli mövzulu simvollarla zənginləşdirilib. Bildirilib ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün ödəniş məbləği dəyişməz qalır. Müddətli vəsiqələrin sahibləri isə onları yenisi ilə dəyişməyə məcbur deyirlər. Yenilənmiş elektron şəxsiyyət vəsiqəsində sahibinin barmaq izləri yer alır. Həmçinin sənəddə QR kod mövcuddur. QR kod skan edildikdə sənədin nömrəsi və statusu, şəxsin qeydiyyat ünvanı ilə sənəd sahibinin istəyi ilə onun tələbə və ya əlillik statusu barədə əlavə məlumat əldə etmək mümkündür. Yeni ID kart, yəni şəxsiyyət vəsiqəsi üçün müraciət etmək istəyən şəxslər ədliyyə evlərinə və mobil ədliyyə evlərinə müraciət edə, həmçinin agentliyin rəsmi internet saytı vasitəsilə onlayn şəkildə ərizə təqdim edə bilərlər.